Salam, Əhlima müəllim test toplusundan maddə miqdarında olan testlərin izahatına baxaq. 8-ci sualda deyir ki, 8 deməli x mol bizdə azot qazıdır və y molda oksigen qazıdır və qazların orta molar kütləsini necə tapırıq? Biz bir m orta bərabərdir. Qazın molunu vururuz kütləsini, x-i vururuz 28-ə, üstə gəlirik. 32-ni də vuraq y-a və bölürük mollar cəminə, yəni x üstə gələ y. Və baxaq görək burada hansı cavabdır? 28 yoxsa baxın D variantı olacaq. 28x ilə 32y cavab D. Keçək növbəti suala. Deməli 10-cu sualda X2H4 kütləsi M'dir, X atomların sayı A'dır. Deməli, maddəmiz X2H4'dür. Kütləsi M qramdır. Bu bunun kütləsidir. Baxın, kütləsini M'dir. X atomlarının sayı isə deyir nə qədərdir? A'dır. Tənasib bıraq. M olanda X atomlarının sayı A'dırsa, kütlənin altına kütlə yazmaq. Bunun kütləsi nə qədərdir? 2x üstə gələk 4'dür. Bu A nə idi? X atomlarının sayı. Baxaq görə biz nə qədər burada X atomu görə 2'dir. Tənasüb hazırdır. 2Na sayda atom var. Və bizdən nəyəsə X-in nisbi atom kütləsini. Baxın, burada mən X-in nisbi atom kütləsini, baxın, buydu. Çünki burada MR yazanda 2'ni vurdum X-a, yəni nisbi atom kütləsini üstə gəldim 4, hidrogenin 4'ü. Baxın, bu X-i oradan çıxartmalıyıq. Biz bir bunu çarpaz vuracağıq. Yəni, X üstə gələ 4'ü A'ya, M'də 2N'a'ya vuracaq. Yəni 2x. Ən yaxşısı biz x'i burada tapmalıyıqsa tənasübünü necə yaza bilərik? 2x üstə gələ 4 bərabərdir. M'i vur 2N'a'ya böl x üstə gələ 2 4'ün qarşısına nəyə dayanıb? A'ya. Həmişə o aşağıda olur. 2'ni də 2N'a'nı da vuracaq M'ə. Bu tənasüblə vurduq. Yəni 2x üstə gələ 4'ü nəyə görə mən bunu məhz tapdım, bərabər qoydum. Çünki burada x-in nisbəti. Məqsədim odur ki, baxın, burada x-i həm 4'dən azad edeyim, həm də 2'dən azad edeyim. X-i tək saxlayayım, görüm nə qədər olacaq. Baxırıq ki, burada 2x bərabərdir. 4'ü keçirik sağ tərəfə. Sağ tərəfə burada 4 müsbət olduğuna görə orada olacaq çıx 4. Yəni 2Na vur M böl A çıx 4. Bizə məqsədimiz x-i tam tək görməkdir də. Burada baxırıq x-in qabağında 2 var. Neyiniyək ki 2'dən azad eləyək? Bu zaman bunu 2'yə bölmək lazımdır. Yadda saxlayaq ki, əgər bu tərəf, məsələn, sol tərəf 2'yə bölünürsə, biz mütləq şəkildə sağ tərəfdə gördüklərimizi də mütləq 2'yə bölməliyik. Yəni birini bölüb o tərəfi saxlaya bilməliyik. 2x'i 2'yə böləndə x bərabərdir. 2Na vur M-i. Gəlin yuxarını silim. Daha rahat açıq şəkildə edim. Deməli, burada x bərabərdir. 2'yə böləndə. 2x 2'yə böləndə x. 2'na vur M çıx 4. Burada baxın, 4 çıx 4 olduğuna görə bunu da 2'yə böləcəm. Baxın, bu kəsirin bu hissəsini də 2'yə böləcəm. Hər ikisini 2'yə böləcəm də 2 çıx. Çünki bu adi bir kəsirdə arada çıx var, böl 4'dür. 2Na vur M böl A'nı 2'yə bölən zaman baxın, 2Na vur M böl A. 2 nə deməkdir? Yəni 1'də 2 deməkdir. Bu 2'yə bərabərdir. Biz elə bir ki 1'də 2'yə bölən zaman yadda saxlayaq ki, bu riyaziyyatla əlaqəlidir ki, ikinci kəsir fırlanmalıdır. Yəni 1'də 2 deməkdir də. Vurma ilə işarə edirik və kəsir fırlan. Yəni 2 bayaq yuxarıda düşdü aşağı. Baxın, 2 də 1 kimi yazırıq. 2'yə böləndə. Çıxıram. 4'də 2'yə böləndə edir 2. Bu rahatdır. Sonra burada 2 ilə bir dəqiqə. Bu 2Na idi. Buradakı 2 ilə bu 2 ixtisar gedir. Vəssalam. İndi biz bunu, yəni baxın, bu çıx 2 ilə bu 2 ixtisar getməz. Yəni vurmada olanlar ixtisar gedir. Çıx 2, yəni bu olduğu kimi saxlanır. Nə qalır yuxarıda? X bərabərdir.
N-a vur M vur 1 elə öz olacaq. 2 böl A. Çünki daha burada da heç nə qalmayıb. N-a vur M böl A çıx 2 də var. Bu da 2 də var. M çıx. Cavab olacaq B variantı. Keçək növbəti suala. Və indi keçək 13-cü suala. Deməli bizə əvvəlcə qrafikə diqqətlə baxmaq lazımdır. Deməli bizə hansı qazlar verilib? CO və C3H8. Birinin emiri 28, digəri isə 44-dür. İbarət qaz qarışığının üzərinə CH4 əlavə etdikdə qazların qarışığının hidrogenə görə nisbi sıxlığının, yəni D görsənir, bax 18, 14. Qazların ümumi mol sayından asılı qrafik. Deməli onda belə çıxır ki 18, 14 bunların nisbi sıxlığıdır hidrogenə görə. Ancaq bu 3 ilə X isə qazların ümumi moludur. Deməli bizdə əvvəlcə 2 dənə qaz olub. Onun da nisbi sıxlığı, hidrogenə görə nisbi sıxlığı baxırıq ki 18 olub. Sonra ora bilmirik nə qədər mol CH4 əlavə edəndən sonra nisbi sıxlıq olub 14 hidrogenə görə nisbi sıxlığı. Deməli M ortası 28 imiş. Və bu zaman qaz qarışım molu əvvəl 3 idi. Görürük ki, əvvəl CO ilə CH3 ikisi bir yerdə 3 idi. İndi hansı nə qədərdir onu bilmirik. Nə qədərsə CH4 əlavə edəndən sonra X oldu. Oldu X. Yəni CH4-ün molu ilə 3-ü toplayanda bərabər edəcək X-a. Əvvəlcə qrafiki dərk edəndən sonra keçək. Baxaq ki, görək bu 3-ün nə qədər CO-nundur, nə qədər C3H8-indir. Yəni belə işimizi elə tutaq. Deməli burada baxırıq ki, hidrogenə görə nisbi sıxlıq əvvəlcə qaz qarışığının 18 idisə, baxın burada göstərir. Deməli bunun əgər 18 idisə, deməli hidrogenə görə, deməli 36 imiş M ortası. Deməli bizdə X mol CO götürək. Tutaq ki, X yox, bu X-ın səhv düşməmək üçün A mol CO2 götürək, CO götürək. B molda C3H8 götürək. Deməli bu 28-dir. Buna bura qeyd edək. Bu da 44-dür. Bunların M ortası nə qədər olub əvvəlcə? 36. Hidrogenə görə 18 isə hidrogen H2 də xıvırın 36. Deməli bunların qaz qarışığının M ortası 36-dır. Bu məktub üsulundan bunların mollarını tapa bilərik. 36-dan 28 çıxanda 8, 44-dən 36-dan 8. İxtisar gedəndə 1-in 1-ə nisbəti. Deməli CO ilə C3H8-in molları cəmi 1-in 1-ə nisbət, yəni eynidir. Ona belə çıxır ki, A B-yə bərabərdir. Bunların əgər molları cəmi ikisi bir yerdə, baxın görürsünüz, burada göstərilib qrafikdir ki, 18 olanda, yəni 36 olanda M orta, bunların molları 3 olub. Əgər də bunların da molu eynisə, onda 1,5 düşür CO-ya, 1,5 düşür C3H8. Deməli, bunu artıq bilməyin etdik ki, 1,5 CO var bizdə əvvəlcə, 1,5 də C3H8 əvvəlcə var idi. Və müəyyən miqdar bilmirik, X mol demirik, amma Y mol yazacağım. Çünki indi bayaq qeyd etdiyim kimi X 3 ilə bax bu Y-ın cəmiyinə bərabər olacaq. Çünki deyir ki, qazların ümumi mol miqdarı demir ki, əlavə olunan X CH4-ün moludur. Ümumisinin. Bunların hidrogenə görə nisbi sıxlığı olacaq 14, yəni 28 M ortaları. Gəlin indi elə hesablayaq. Deməli 1,5 M orta bərabərdir. 1,5-i 28-ə vuranda 28 42. 1,5'i 45, 1,5'i də 44'ə vuranda 44 o da onun yarısı 66. Y vurulsun 16. Bölük molları cəmi. Bu ikisinin cəmi 3, o da 3 üstəgələ Y. M ortada nəyə bərabər? 28'ə. Nəyə görə 28 yazdıq? Hidrogenə görə 14 isə 2'yə vurduq 28. Və salam. Keçək oradan Y-ı tapaq indi. Burada üstə gələkdir. 66 üstə gələk Y vur 16. Deməli, burada 28'i 3'ə vuruq, 28'i Y-ə vuruq. 28'i 3'ə vuranda 4, 84 üstə gələk 28 Y bərabərdir 42'nin 66, 108 üstə gələk 16 Y və
biz y-ları, rəqəmləri bir tərəfə, məchul yəni y-ları bir tərəfə yığacağıq və yadda saxlayaq ki, yerini dəyişəndə, yəni ki, bərabərliyin sağından soluna, solundan sağına keçəndə işarə dəyişəcək. Yəni nə demək istəyirəm? Tutaq ki, y-ları gəlin sol tərəfə yığaq. Y burada y var. Yazıram 28y, bu yerində saxlayıram. O tərəfdəki olan y-i da bu tərəfə keçiririk ki, y-ları bir tərəfə yığaq. Burada müsbət olduğuna görə, yəni o bərabərliyin sağında keçir soluna, yerini dəyişir. O zaman çıx 16y bərabərdir 108 sağdadır. Yəni sağda olduğu kimi saxlayıram, işarə dəyişmir. 84 görürsünüz, burada müsbət, yəni heç nə yazmır, müsbət. Yerini dəyişir bu tərəf, ona görə çıx 84 yazacağıq. 28-dən 16y çıxanda 12y bərabərdir. 108-dən 24. Y da bərabərdir 2. Y-i müəyyən etdik 2-dir. Deməli, əlavə edilən CH4-ün molu 2-dir. Və əvvəldə 3 mol da var idi. 3-ün üstünə 2 gələndə cavab 5 eləyəcək. C variantı eləyəcək bu sualda. Keçək növbəti suala.